Herkese salam. Bugün mövzu sınav 9 izah edirik. Başlayaq birinci sualdan. Natural təsərrüfat. İnsanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə məhsul istehsal edirlər. Əmtə təsərrüfatı istehsal olunan məhsul satış məqsədi daşıyır. C. Bazar iqtisadiyyatı tələb və təklif arasının əsasında yaranan iqtisadi münasibətlərdir. 1-ə A, 2-yə C, 3-ə də B. Cavabımız oldu B variantı. Keçirik ikinci suala. Yanlış sıraları müəyyən edin. İnfrastruktur xidmətləri, nəqliyyat, elektrik təchizatı doğrudur. Doğru sıradır yəni bu. Fərdi xidmətlər, reklam, hüquq məsləhətxanası səhv fikirdir. İşgüzar xidmətlər, istirahət, əyləncə, mühafizə xidməti yanlışdır. Sosial xidmətlər, təhsil, səhiyyə doğrudur. Yanlışları istirdiyə 2 ilə 3-ü götürürük. Cavabımız A variantı. Keçirik üçüncü suala. Təsərrüfatında xidmət sahalarının payı çox olan ölkələri xəritə sxemə əsasən müəyyən edin. Xidmət sahaları 1, 2, bir də 4. 1, 2, 4 D variantı. Keçirik dördüncü suala. İqtisadi inkişaf səviyyəsinin meyarlarından deyil, əmək məhsuldarlığı olmaz. Sənayedə elm tutumlu sahələrin payı olmaz. İxracatda xam malın payının çox olması olmaz da bu meyarlardan deyil. Ona görə cavabımız elə olur C variantı. Görünməz ixracata aiddir. Müxtəlif növ xidmətlərin göstərilməsi elə cavabımız A variantı. Keçirik 6-cı suala. Doğru sıraları müəyyən edin. Bitkiçiliyi ixracatçı ölkələr, idxalçı ölkələr verib. Pambıq, Pakistan, Özbəkistan doğrudur. Sonra idxalçı kimi Almaniya ilə Böyük Britaniyanı verib. Doğrudur bu. Sonra çəlti, İspaniya, Avstraliya olmaz. İdxalçı ölkələr Çin, İndoneziya. Deməli, idxalçı ölkələr bu da olmaz. Sonra şəkər çuğunduru, Kuba ilə Braziliya ixracat. İdxal isə Polşa ilə Belarusiya. Bu da olmaz. Sonra qəhvəni ixrac eləyir Kolumbiya ilə Vyetnam. İdxal eləyir Yaponiya ilə Rusiya. Doğrudur. Çay, Hindistan, Şri Lanka doğrudur. Kenya, Türkiyə yanlışdır. Buğda, Rusiya, Argentina ixrac eləyir. Nigeriya ilə də Norveç alır, idxal eləyir. 1, 4, 6 cavabımız D variantı. Keçirik 7-ci suala. Yüksək inkişaf etmiş iqtisadi rayonları müəyyən edin. Burada bunların içində ən yüksək inkişaf etmişlər ABŞ-ın Kaliforniya ştatıdır. İtaliyanın şimalıdır. Bir də Almaniyanın cənubu. Cavabımız Y variantı. Keçirik 8-ci suala. Xəritə sxemə əsasən ölkələrin müvafiq gələn ixtisaslaşma sahələrini müəyyən edin. Burada deməli mis hasilatını biz götürərik 4-ə. Dəmir, boksit hasilatı və meşə tədarükünü götürərik 3-ə. Neft, qaz hasilatını götürərik 5-ə. Boksit, kömür və dəmir filizinin hasilatı 1-ə. Qalay neft hasilatı və meşə tədarükünü də bura İndoneziyaya. Deməli, burada 1-ə D, 2-yə Y, 3-ə B, 4-ə A, 5-ə də C. Cavabımız A variantı. Keçirik 9-cu suala. Deməli deyir, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Burada neft verib, bir də daş kömür verib. Hasilatında bir çox inkişaf etməkdə olan ölkələr xüsusi rola malikdir. Bunun neftə aiddir. Üzvü mənşəlidirlər hər ikisi. ABŞ və Rusiyada hasilatı aparılır. Deməli, bu da hər ikisi. Əsasən hasilat rayonlarında istehlak edilir daş kömür. Dünya bazarında payı azdır daş kömür. Cavabımız Y variantı. Keçirik 10-cu suala. Uyğunluğu müəyyən edin. Burada deməli əsas kimyaya aid olanları götürərik. Əsas kimyaya aiddir. Mineral gübrələrlə turşu və duz. Mineral gübrə ilə turşu və duz C, D.
1'ə CD. Sonra üzvü sintez kimyasına plastik kütlə. Sonra da əczaçılıq heç birine yetməyəcək. Sonra polimerlər kimyasına da götürərək sintetik materialları. 1'ə CD, 2'yə AB, 2'yə A, 3'ə də B. Cavabımız C variantı. Keçir 11-ci suala. Müəssisənin istehlak rayonuna yaxın yerləşməsinə təsir edər. Yaxın yerləşməsi nəyə təsir edər? Əlbəttə ki, maya dəyərinin az olmasına. Məhsulun maya dəyərinə. Cavabımız A variantı. Keçir 12-ci suala. Elektroenergetika üzrə ixtisaslaşmış iqtisadi rayonları müəyyən edin. Mil, Muğan, Şərqi, Zəngəzur olmaz. Mərkəzi Aran, Şirvan, Salyan. Elə cavabımız B variantı. Xəritə sıxımda qeyd edilmiş ölkələr üçün səciyyəvi xüsusiyyətlər əlverişli iqtisadi coğrafi mövqeyə malikdirlər. Doğrudur. Beynəlxalq ticarətdə mineral xammal ixracatçısıdırlar. Xeyr. Sitrus meyvəçiliyi, zeytunçuluq inkişaf etmişdir. Doğrudur. İmiqrasiya mərkəzidirlər. Xeyr. Köçürmə kapitalizm ölkələridir. Bu da olmaz. Ölkəyə gələn turistlərin sayına görə qabaqcıl yer tutur. Doğrudur. Biri İspaniyadır, biri İtaliyadır, biri de Yunanistan. 1, 3, 6 cavabımız A variantı. Keçirik 14-cü suala. Köhnə sənaye rayonlarında mövcud olan sənaye sahələri maşın qayırma yenidir. Biri 2'dir. Kimya sənayesi yenidir. Aerokosmik də yenidir. Sonra 3'ü götürmürük. 3 yenidir. Sonra metallurgiya köhnədir. Hasilat da köhnədir. 2, 5, 6 cavabımız D variantı. Keçir 15-ci suala. Müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan birgə fəaliyyəti necə adlanır? Bu holdingdir. Yəni ehtiyac qalmadan onlar birgə fəaliyyət göstərirlər. Sonra 16. Azad iqtisadi zonalara aid xüsusiyyətləri müəyyən edin. Burada deməli biz götürərik. Əsasən ölkənin inkişaf etmiş regionlarında yaradılır. Bu onun iqtisadi coğrafi mövqeyinə baxır. Ərazinin əlverişli coğrafi mövqeyindən və nəqliyyat imkanlarından istifadə edilir. Doğrudur. Yalnız inkişaf etmiş ölkələrə xasdır. Yanlış fikirdir. İnvestisiyalar cəlb edilir. Doğrudur. Burada yeni iş yerləri açılır. Bu da doğrudur. Sonra fəaliyyət sahəsi daxili bazar ilə məhdudlaşır. Xeyr, məhdudlaşmır. 2, 4, 5. Cavabımız B variantı. Keçirik 17-ci suala. Xəritə sxemə əsasən günəş elektrik stansiyalarının tikilməsi üçün əlverişli əraziləri müəyyən edin. Bu günəşli saatların miqdarının çox olduğu yerlərdir. Biri 2'dir, biri 5'dir, biri də 1'dir. Cavabımız C variantı. Keçirik 18-ci suala. 18-ci sualda ərazisində metallurgiya müəssisələri yerləşən iqtisadi rayonlar müəyyən edin. Burada mərkəzi Aran olmaz. Sonra Mil, Muğan olmaz. Dağlıq Şirvan olmaz. Qazax, Tovuz, Gəncə, Daşkəsən, Bakı doğrudur. Keçir 19-cu suala. Xəritə sxemə əsasən pambıq və kartof istehsalına görə fərqlənən ölkələrin müvafiq olaraq müəyyən edin. Pambığa görə götürərik. Deməli 6'nı, 3'ü, 4'ü. 3, 4, 6. Cavabımız A'dır. Kartof 1, 2, 5. Keçirik 20-ci suala. Biotexnoloji inqilabın əsas məqsədi, deməli bunun əsas məqsədi bitkilərin təbii şəraitdən asılılığını azaltmaq, yəni bitkini texnika ilə yetişdirirlər də onlar. Ona görə bitkilərin təbii şəraitdən asılılığını azaltmaq. Texnika ilə azaldırlar onun təbii şəraitdən asılılığını. Texnika və texnologiyaların təkamül yolu ilə inkişaf etdiyi ölkələr. Elə görürük ki, cavabımız 7'də, yəni inkişaf etmiş ölkələr. Uyğunluğu müəyyən edin. Neftçala, Lənkəran, Gədəbəy, Şəki, Sumqayıtı verib. Yerli xammal əsasında ipək kombinatı fəaliyyət göstərir. Şəkidir. Qızıl Elmalı zavodu Gədəbəy. Kimya sənayesi müəssisələri bu Sumqayıtdır. Yod, brom, Neftçala.
Meyvə tərəvəz konservi istehsalı ixtisaslaşma sahəsidir Lənkəran. 1-ə D, 2-yə Y, 3-ə B, 4-ə A, 5-ə C cavabımız D variantı. Keçirik 23-cü suala. Ölkədə ümumdaxili məhsulun həcmi 60,4 milyard ABŞ dollardır. Ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri 33,9 milyard ABŞ dollardır. Ümumdaxili məhsulda xarici şirkətlərin payı 12 milyard ABŞ dolları olarsa, ümummilli məhsulun dəyərini hesablayın. Deməli, biz çəkirik bir dənə sxemi. Sonra deməli ümumdaxili məhsul budur. Ümummilli məhsul da bu. Deyir, ümumi daxili məhsulda xarici şirkətlərin payı 12 milyarddır. Bura 12. Ümumi daxili məhsul ümumilikdə nə qədərdir? 60,4. Burada x-dir. Bu kvadratın içi ümumilikdə 60,4-dən 60,4-dən çıxarıq 12-ni x taparıq. Bu da eləyir 48,4. Sonra deməli xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri 33,9-dur. Bizdən ümummilli məhsulun ümumilikdə istəyir. Ona görə 48,4 üstə gələrik 33,9. Bu da eləyəcək. Deməli 11, 2, orada 3, 82,3. Keçir 24-cü suala. Son illər dünya sənayesində inkişaf etməkdə olan ölkələrin payının artması bu ölkələrdə hansı sahələrin inkişafı ilə əlaqədardır? Buradan dəqiq maşınqayırma sahəsi üzrə ixtisaslaşma olmaz. Hasilat sənayesinin inkişafı doğrudur. Yüngül sənayesinin inkişafı bu da doğrudur. Elm tutumlu istehsal sahələrinin artması bu olmaz. Ağır sənayenin bəzi sahələrinin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürülməsi biri də elə budur. 2, 3 və 5. Keçirik 25-ci suala. Etinin təsərrüfat sahələrinin təsiri sənayedə avtomatlaşdırma ilə əlaqədar təsərrüfatın 2-cü və 4-cü sektorunda məşğulluq artmışdır. Biri 1-dir. Biri 1-dir. Kənd təsərrüfatında ekstensiv inkişafın baş verməsi. Ekstensiv yox, intensiv. Ona görə 2 səhvdir. Təsərrüfatda bir çox yeni sahələr yaranmış, bəziləri isə öz əhəmiyyətini itirmişdir. Doğrudur. Emal sənayesi sürətlə inkişaf edir. Doğrudur. Avtomatlaşdırma gedir, ona görə inkişaf edir. Maşınqayırma sənayesi meydana gəlmişdir. Yox. Doğru deyil. Keçirik 26-cı suala. Ağır sənaye sahələrinə aiddir. Neft emalı zavodu biri 1-dir. Maşınqayırma müəssisəsi biri 2-dir. Fındıq təmizləmə yüngüldür. Mineral su doldurma müəssisəsi yüngüldür. Plastik kütlə zavodu kimya sənayesini götürürük. Meyvə tərəvəz konserv zavodu bu da yüngüldür. İqtisadi cəhətdən fəal əhalinin məşğul olduğu sahələr deməli tünd-qara kənd təsərrüfatıdır. Sonra bu sənayedir. Xəttlər də xidmət sahələridir. Deməli burada kənd təsərrüfatı hansında daha çoxdur? Burada Çadla Nigerdir. Afrika ölkələri. Sonra təsərrüfat, kənd təsərrüfatı, sənaye, xidmət sahələri təqribən bərabərdir. Burada biz götürərik Pakistanı. Sonra xidmət sahələrinin payı çoxdur. İnkişaf etmiş ölkələr A ilə Y. 1-ə B-dir, 2-yə C, 3-ə də A və Y. Keçirik situasiyaya. Konserv zavodları iri şəhərlərdə deyil, kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşmış rayonlarda yerləşir. Bu amil məhsulların maye dəyərinin nisbətən az olmasına səbəb olur. Mətndə verilmiş müəssisələrin yerləşdirmə prinsipini müəyyən edin. Mətndə deyilir də, kənd təsərrüfatı məhsulları ixtisaslaşmış rayonlara meyl edirsə, bu xam mala yaxınlıqdır. Sonra mətndə verilmiş müəssisələrdə istehsal olunan məhsulların maye dəyərinin nisbətən az olmasının səbəbini müəyyən edin. Bu da xam mala yaxındır, daşınma xərcləri azdır. Daşınma xərcləri
Az olmasın. Keçirik 30-cu suala. Mətndə verilmiş təsərrüfat sahəsinə əsasən cədvəli tamamlayın. Aid olduğu təsərrüfat sektoru ikincidir, istehsaldır. Aid olduğu sənaye sahəsi qida sənayesi. Qida və yaxud yeyinti. Bu qədər, sağ olun.